günləri. Bu günləri biz Sabunçu rayonu Balxan qəsəbəsindəyik. Şəhid Elnur Dadiyev Cəlalovun evini qonağıyıq. Tarix yazan oğullardan biri də Elnurdur. Elnur ailəsinin gözünün işığıdır. Ailəsini bayrağına, torpağına üstün tutub gedən oğullardan biridir. Bu günlərim Elnurun dostları, bacısı, anası, onunla günlərini bir yerdə, yəni xeyirli, şərli bir yerdə yaşadığı dostları bizimlədir. Onun itkisi bunlar üçün çox çətin olduğunu bilirik. Ona görə ilk öncə Elnurun anasına bir sualımız var. Biraz Elnur haqqında danışardı zəhmət. Buyurun. Dadiyev Elnur'un anasıyam mən. Elnur'umla çox fəxr edirəm, çox qürur duyuram. Elnur bizim başımızı uca elədi. Elnur bizi qoyub bayrağı seçdi. Vətəni seçib. Elnur evlatlarınızdan, sizin de evlatlarınız var Elnur'dan başqa. Bəli. O nə ilə seçildi? Elnur çox yaxşı yağlı, çox düşüncəli uşaqdır, çox arzusu vardı. Hər sözünü mənim bilirdi. Elnur bildiyimizə görə peşə təhsili almışdı. Dərziliklə məşğul idi. Bu hərbiyə çalışa könülə gedənlərdir. Bəs Elnur vətəninin torpağını qorumaq üçün gedəndə könüllü. Heç ona mane olmaq istədinizmi? Yox, atası təzə rəhmətə getmişdi. Çox sonra günlər zəhmət dedim elə. Səndən başqa yəni bizə baxan yoxdur da, evin böyük uşağısan dedim ama yox vətəni. Öz vətənini, Getdi dalıca zəng elədim, dedim qardaşı yağlıdır, balaca qardaşı vardı. Dedim ama yox vətənin torpağını sizə. Elnurun bacısı da bizimlədir bu günlərim. Bildiyimiz qədərilə Elnurla bir sinif oxumusunuz. Siz Elnurla adətən bacı ilə qardaş bir yerdə böyüsələr də biraz haradasa qardaş bacı üçün belə deyək, bacısını hər kəsdən qoyur. Bu günlərin bizimlə Amir qardaş da bizim yanımızdadır. Hansı ki daima onun yanında olan dostlarından biridir. Biraz Elnur haqqında Amir mənim. Mən İsmailov Amir, Dadiyev Elnur şəhid qardaşımızın həm qonşusu, həm dostu. Biz kollektiv adı ilə də çıxış edə bilərəm. Yəni biz çox daha da yaxın olmuşuq. Elnur bizim canımız, ciyərimiz, vətən uğrunda şəhid olan qardaşlarımızdan biridir. Fəxr olunası bir qardaşdır. Elnur həqiqətən də tarix yazan bir oğlan oldu. Elnur haqqında yəni çox şeylər deyə bilərik. Sadəcə fəxr olunası bir oğuldur Elnur. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Elnur qardaşımız içərisində olmaq şəhiddir. Allah şəhidlərimizə. Dostlarından kimsə danışmaq istəyirsə Elnur haqqında buyurun. Mən hardasa 13 il, 12-13 il yəni dostluğumuz olub, həm məhəllə uşağımız olub. Yəni demək olar ki, uşaqlığımız, cavanlığımız bir yerdə keçibdi bizim. Yəni çox mərd oğlan idi, mərd uşağı idi. Balacasından böyüyünə məhəlləmizdə hamısı xətrini çox istəyirdi. Allah rəhmət eləsin, yəni bütün şəhidlərimizə, ailəsinə də səbir versin inşallah. Dostlarından bir sualımız var. Onun vətənpərvər olur. Vətənin bayrağını, torpağını seçərək könüllü olaraq. Ən axırıncı danışıqlardan sizinlə danışırdı da yəqin ki, şəhid olmadan öncə hər birinizlə əlaqə saxlayırdı. Mənlə saxlamışdı. Sizlə. Heç olmasa oradan bir xatirə danışa bilərsinizmi sonuncu danışıqlarınızdan? Elnur şəhid olmamışdan hardasa bir həftə, 10 gün qabaq. Sən məni danışdırırsın. Hə, zəng vurmuşdu, gətirdim mamasına telefonu. Mama ilə dedi əlaqə saxlaya bilmirəm, məndə nömrəm var idi Elnurun. Mənlə əlaqə saxlamışdı. Elnurun hardasa şəhidliyindən bir 10 gün filan qabaq maması ilə danışdırdım. Mənlə də danışanda deyirdi ki, Amil gələndə qəşəng burada xatirələrimiz olub, sizlə görüşəcəm. Yəni Elnur həqiqətən də fəxr olunası bir oğuldur. Çox sağ olun hər biriniz. Dediyiniz kimi şəhidlərimizin xatirəsini yaşatmaq hər birimizin boynunun borcudur. Bu igidlər də bütün şəhidlərin
Bulanıqların burada ərsəyə gətirməkdə könüllü olaraq çalışanlardan biridir. Çünki onların xatirəsini yaşadırlar. Bugünkü günü biz Elnurun ailəsinə Zaur müəllimin köməkliyi ilə gəlmişik. Bu günlərin şəhid Elnurun evində olmağımıza və onun jurnalının ərsəyə gəlməyində Zaur qardaşımız bizə dəstək oldu. Anamız üçün belə bir jurnalın yaranması, onlar üçün gücün çatan belə bir jurnal. Bugünkü günü ərsəyə gəlməyində də Zaur qardaşımız şəhid bulaqlarının tikilişində sizlərlə bir yerdə çin-çinə çalışan Zaur qardaşımız olmuşdur. Mən fəxr edirəm ki, belə vətənpərvər oğullarımız var. Şəhidlərimizi hər yerdə tanıtmağa çalışırlar. Biz Zaur qardaşımızı başqa bir sahədə tanımışdıq. Zaur qardaşımız şəhid ailəsinin çəkilişini bizə önərdi. Yəni burada ailəsində çəkiliş olmalı dedi. Yəni biz də yaxınlaşdıq. Qürur duyuruq ki, bu cürünə vətənpərvər oğullarımız var. Sağ olun ki, şəhid ailələrin bulaqlarını birliyi olub, əl birliyi ilə tikmişsiniz, yaratmışsınız. Biz də Aniya, Zaur müəllimə, əgər icazə verəsi varsa, biz təqdim edək. Şəhid anamıza, Azad İdil yayın olaraq biz bunu sizə onurla təqdim edirik. Zaur müəllim, bir kəlmə də siz buyurun. Elnur mənim gözümün qabağında böyüyən uşaq olub, müəllimimizin uşağı olub. Çox nizamlı, intizamlı, xasiyyəti gözəl, böyük kiçik yerin bilən, ümumiyyətcə dostları arasında seçilən bir oğlan olub. Onun haqqında nə qədər danışsaq azdır. Yəni elə oğullarımız çoxdur bizdə, amma Elnur da özünə görə, yaşına görə çox dərin düşüncəli, dünya görmüş, dünya görüşdü, nə bilim, dost yoldaş uğrunda canından keçən bir oğul idi. Allah rəhmət eləsin. Biz onunla fəxr edirik. Şəhidlərimizlə fəxr edirik, Elnur da onun içində olmaqla. Necə deyim, böyük kiçik yerin bilən oğul olub da, yəni mən ondan yaşda bir iki yaş böyük olmuşam, amma o bir iki yaşa görə heç vaxt mənim sözümdən çıxmayıb, bir qardaş kimi fəxr edirik biz Elnur'la. Ən uca zirvələrdən bir zirvəyə ucatdı Elnur sizi. Şəhid anası. Şəhidlərimiz ən uca zirvədədir. Hər kəs bunu bilir. Tək Azərbaycanda deyil, Azərbaycandan kənarda bayrağımızı şəhidlik adını ucatdılar. Hansı qapıya bu günlərini geçsəz, şəhid anası deyəndə hər kəs ayağa qalxır. Fəxr edirik ən uca zirvəyə. Bugünkü günü şəhid anaları öz evlatları sayəsində bütün dünyada tanınır. Çünki onların evlatları şəhid anası olmaq hər adama qismət olunur. Bunu hər kəs bilir. O uca ad heç kimə qismət olunur. Şəhid anaları ən uca zirvədədir. Mən bu günlərin fəxr edirəm ki, şəhid ailələrinin yanında oluram. Çox sağ olun sizə qardaşlarım. Və burada şəhidimizin gözəl bir gülşəsi var. Onu da anamın izadəsi ilə çəkmək istəyərdik. Şəhid Dadiyev Elnur qardaşımızın gülşəsidir. Burada döyüş xatirələri olan şəkillər, diplomlar, təşəkkürnamələr, medallar, şəhidlər haqqında kitablar, şəhid qardaşımızın atası ilə olan son şəkilləri, gözəl gülşəsi. Birinci